Deməli bizi paylaşan o xəbər səhifələri adminlər var ha. Paylaşırsınız, başlıq yazırsınız ki, tanınmış blogerlər, reklam elədiyi əmlakçılar dələdüz çıxdılar. Məni orada maraqlandıran nədir əmoğlu? O videonun axırında o bal reklamı eləyirlər ha. Araşdırıblar onu. Paylaşırsınız ya axırda bal reklamı. Deyirsiniz ki, siz niyə araşdırmamışsınız? Siz araşdırmışsınız. Bizim kənddə həyatda tuvaletin düz anbarının dibindən gül çıxıb, dünənləri 4 dənə arı oradan şirə çəkildi. Bəlkə həmin arılar. Bəlkə həmin arılardır. Siz araşdırmışsınız, siz arı ilə münasibət falan qurmuşsunuz, soruşmuşsunuz bu bal. Bəlkə o arı bəlkə narkomandır. Qardaş, bu alkaş arıdır. İçkili arıdır, içkili arı. Bu reklamını eləyirsiniz. Bax, indi buraxsan bax düşəcək. Görürsünüz, piyandır. Çə bilmir, piyandır. Polni kayıfdadır bu. Bu baldır bəlkə, bu arıdır. Ümumiyyətlə, harası... Arını ver mənə, arını ver mənə. Reklama, təqdimata gələndə biz gedirik, bir dənə vəziyyətlə tanış oluruq, onu təqdimat edirik, reklam edirik. Biz daha məcbur deyilik o həmin yerin sahibi ilə sevgili olaq, gəzək, aylarla, illərlə. Sən dəqiq diz insansan ya. Dəhşətdir. Sən dəqiq diz insansan. Biraz canım. Mən sənə inandım. Sənin reklamını ediyorum. Doğrudan bu təfəkkürdəsiz siz.